Sentyabrın 15-də John Hopkins Universitetinin İnkişaf Etmiş Beynəlxalq Araşdırmalar Məktəbinin Orta Asiya və Qafqaz İnstitutunun təşəbbüsü ilə Qafqazda geosiyasi durum məhsul olunmuş forum keçirildi. Qafqazda son yeniliklər. Bugün və orada ABŞ siyasəti başlığı altında keçirilən tədbirdə ekspertlər regiondakı son inkişafları və ABŞ-ın sabiq Sovet məkanındakı xarici siyasətini müzakirə etdilər. Natiqlər Stephen Blank və Svante Kornel ABŞ-ın bölgədəki təsirinin zəifləməsindən narahatlıqlarını izhar etdi və Rusiyanın aqressiv davranışının qarşısını almaq üçün təkliflərlə çıxış etdilər. ABŞ Ordu Hərbi Kollecinin Strateji Araşdırmalar İnstitutunun Milli Təhlükəsizlik Məsələləri üzrə eksperti Stephen Blank öz nitqində Obama administrasiyası dönəmində Rusiyaya mən yürüdülən siyasətin nöqsanlarından danışdı. Mütəxəssis bildirdi ki, Barack Obama hakimiyyətə gəldikdən bəri bəzi müşahidəçilər Rusiya ilə münasibətlərin nizama salınmasını xarici siyasətdə uğur kimi qələmə verirlər. Dövlət katibi Hillary Clinton'ın Rusiyalı həmkarı Sergey Lavrovla yenidən başlamaq siyasəti üzərində razılığa gəlməsi bir çoxları tərəfindən Bush administrasiyası dönəmində ölkələr arasında kəskinləşən münasibətlərdə əsaslı dəyişikliyə cəhd kimi qiymətləndirildi. Lakin cənab Blankın fikrincə, Rusiyanın hərəkətləri nümayiş etdirir ki, əslində ABŞ-ın Kremlə referansları bir tərəfli qaydada Amerikanın öz maraqlarını güzəştə getməsi ilə nəticələnib. Mən deyərdim ki, münasibətlər ABŞ mətbuatında yazıldığından fərqli olaraq indi daha çox zərifdir. Cənab Blank, Rusiyanın ötən ərzində atəşkəs razılığına zidd olaraq Gürcüstanın işğal edilmiş ərazilərində 5 hərbi baza inşa etdiyini və burada müasir silahlar yerləşdirdiyini diqqətə çəkdi. Belə görünür ki, Rusiya Abxaziya və Cənubi Osetiyadakı mövcudiyyətini genişləndirməklə Gürcüstana daha çox təzyiq göstərmək məramındadır. Təhlilçi, Rusiya prezidenti Dmitri Medvedevin erməni həmkarı ilə Gümrü hərbi bazasının müddətinin uzadılmasından və faktiki olaraq Rusiya ilə Ermənistan arasında hərbi pakt imzalanmasından söz açdı. İmzalanmış müqaviləyə əsasən Rusiya Ermənistanı müdafiə etmək yönümündə özlərinə öhdəlik götürüb. Eyni zamanda Ukraynadakı hərbi dəniz donanması bazasının müddətini uzatmaqla və Qırğızstanda Kremlə itaət etməyən Kurmanbek Bakiyevi devirməklə Rusiya hamıya MDV məkanının jandarma olması barədə mesaj göndərdi. Bunun qarşılığında isə ABŞ heç bir tədbir görməyib, deyə cənab Blank vurğuladı. Hətta Rus mətbuatında da bu məsələlərlə maraqlanan hər bir təhlilçi yazır ki, ABŞ Rusiyanın Qafqaz, Ukrayna və Qırğızstandakı hadisələrlə bağlı hərəkətlərinə sükutla reaksiya verib. Rəsmi Vaşinqton hələ Bush dönəmində də Rusiya ilə münasibətlərin hər iki tərəf üçün sərfəli müstəvidə qurulmasından danışırdı. Lakin fərq ondadır ki, Bush hökuməti sonradan öz bildiyi kimi hərəkət edir və Amerikanın maraqlarını qoruyurdu. Obama administrasiyası isə həqiqətən də bu ritorikanın ruhuna sadiq qalmağa çalışır, deyə Stephen Blank bildirdi. Rusiyanın təcavüzkar məramlarından danışarkən ekspert Azərbaycanı xüsusi olaraq önə çəkdi. Deyilənlərə görə Rusiya Azərbaycanda hərbi baza yaratmaq istəyir. Kremlin Qəbələ havada müdafiə obyektinin lisenziyasını qeyri-müəyyən müddətə uzatmaq istəyi və Azərbaycan iqtisadiyyatında daha böyük rol oynamaq arzusu da var. Rusiyanın ən çox istədiyi isə Azərbaycanı Xəzər enerji çərçivəsinə daxil etməkdir. Cənab Blankın sözlərinə görə, Rusiya Azərbaycanı cənub cinahında enerji xətlərinə tam nəzarət qurmaq planlarına yeganə maneə kimi görür. Bu məqsədlə Kreml rəsmi Bakıya təzyiqlər göstərməkdə davam edir və onu təkləməyə çalışır. Belə olan halda ABŞ Rusiyaya cavab verməli və onun regionda hegemonluq iddialarına sipər çəkməlidir, deyə Stephen Blank fikirlərini yekunladı. Daha sonra söz alan Orta Asiya Qafqaz İnstitutu və İpək Yolu proqramının araşdırıcı direktoru Svante Kornel Şimali Qafqazda cərəyan edən son olaylara diqqət yetirdi. O, Vladimir Putinin hakimiyyət dönəmində Rus hərbisinin qiyamçı tendensiyasını qəddarlıqla yatırdığını, lakin separatçılıq meyillərinin tükənmədiyini qeyd etdi. Onun sözlərinə görə, Kreml Şimali Qafqazda həlli çətin olan xeyli problemlərlə üzləşir və hələ ki Moskva bunları həll etmək üçün regional avtokratlara arxalanır. Cənab Kornel vurğuladı ki, Rus qüvvələrinin sayəsində Ramzan Kadyrovun Çeçenistanda hüdudsuz hakimiyyəti var. Lakin Kadrovun loyallığı Rusiya deyil, Vladimir Putinin şəxsinədir. Nəzərə alanda ki, Şimali Qafqazda siyasi liderlərin ömürləri qısa olur, güman etmək olmaz ki, zərif şəxsi münasibətlərə əsaslanan sabitlik dayanıqlı xarakter daşıyır. Rusiyanın Cənubi Qafqazdakı siyasətinə gəldikdə isə təhlilçi başlıca məqsədin regionda sabitsizliyi qoruyub saxlamaq, regional dövlətlər arasında münaqişə ocaqlarının tamamilə söndürülməsinin qarşısını almaq olduğunu bildirdi. Tədbirdən öncə Amerikanın səsi ilə qısa söhbətində Svante Kornel Dağlıq Qarabağ üzrə sülh danışıqlarının gedişatına da şərh verdi.
Mənim düşüncələr çoxdan əyni olub ki, bu usul danışıqlar davam eləyir. 15 ildir daha çox davam eləyir, amma çox böyük bir inkişaf yoxdur. Bütün Cənubi Qafqazda əslində 2008-dən sonra çox böyük geopolitik, geosiyasi dəyişimlər oldu. Onlar hələ davam eləyir. Onlar aydın olmadı. Onlar yəni o regional vəziyyət istikrarının olmadan ben düşünmürəm ki, bu usul danışıqlarının çox böyük bir inkişafı ola bilər. Ona görə ki, beynəlxalq təşkilatlardan ya da böyük güclərdən çox böyük bir ilgi yox. Yəni onların için bu bir prioritet değil. Onlar için lazım olan baskı ya lazım olan adımlar atmırlar. Prezident İlham Əliyevin Türkiyə səfərinə toxunan Svante Kornel Azərbaycan-Türkiyə münasibətlərinin son durumu ilə də bağlı fikirlərini açıqladı. Mənə elə gəlir ki, Türkiyə-Azərbaycan əlaqələrində bir normallaşma süreci var. Əlbəttə, Türkiyə-Ermənistan normallaşma sürecində böyük zərbə vurub Türkiyə-Azərbaycan əlaqələrə. Mənə elə gəlir, ən böyük məsələ odur ki, Azərbaycanda Türkiyəyə var olan güvən onun biraz düşüb. Yəni, əvvəldən bu bir millət, iki dövlət sözü vardı. Aydın oldu ki, əgər Türkiyə öz xarici siyasətində Azərbaycanın maraqlarına o qədər çox fikir verməyib Erməni normallaşma sürecində. Ona görə mənə elə gəlir ki, Azərbaycan tərəfindən öyle bir güvensizlik yarattı. Türkiye hakikaten bizim dost ülkemidir. Yoksa sadece normal olarak ele bir komşu ülkedir. Onun için o şimdi bir normalleşme süreci devam ediyor ama o hele kurtarmayıp. Ben soğuklaşma diye bilmirəm. Daha bir istileşme var ama onun hele bazı adımlar atmalı. Hər iki tərəfdən fərqli addımlar lazımdır. Vaşinqtondan Əsgər Mövsümoğlu, Amerikanın səsi.